Tanrısın dostlar, video belə başladım. İndi yolculuk vlogunu bağladım. Artıq oteldəyik, gəldik Şamaxıdayıq. İndi birazdan havza falan gələcəm. Hər şey çox qəşəng. Hal-hazırda hovuz qırağındayım. Bilmirəm, amin. Hər tərəfim parıldayır. Bütün zər olmuşam. Bu çox qəşəngdir. Bunun sayəsində bütün qollarım, ayağım, hər tərəfim çox qəşəng zakararım. Həqiqətən çox yaxşı əsbəkdir. Həm də indi suya girəcəm. Ya anam məni qıraqdan belə üstəsə gecədə ki, özüm telefonu götürüb çəkərəm. Prosta bilmirəm. Hal-hazırda bunun iyi həqiqətən çox qəşəngdir. Yəni aşiq oldum buna. Dərsinsən məndə kodunu. Nədə kodunu qoymuşsan ki? Düzdür? Yox. 11 olması deyil. 11 ildir. Hal-hazırda burada Amin simlər əlləşir. Mən də qoymur ki, çıxım. Mən günəşlənmək istəyirəm. Yox, mən tək çimmək istəmirəm, çıxma. Mən də burada üzürəm. Geldim indi otağa. İndi otağın ışığı biraz zayıftı. İşte üstümü değişeceğim. Bu kupanikten bezdim. Üstümü değişim, ondan sonra təzədən videonu açarım. Bu arada otağa gələndən sonra sizə otağı da göstərəcəm. Hızla indi otağa bildiyin yerləşmişik deyə tam da hazır halda deyil. Hazır halda deyil deyəndə, yəni biraz nə gündədir otaq. İndi mahnı qoyacağım özümə. Bu biraz qəşəng olsun. Əslində bura çox soyuqdur. Uy, bunu söndürüm, o bir tərəfi yandıracağım. Dondum burada. Çox soyuqdur. Hər neyse, gedim o bir tərəfi yandırım. Və mən səhv... Bura yanır ki, bura isti verir. Hər neyse, mən deyəsəm birinci vlogun başlığını çəkməmişəm. Yəni tətil vlog 1-in çəkməmişəm ki, hər kəs salam otelə gəlmişəm falan kimi şey çəkməmişəm. Bilmirəm. Ya o anlıq şeye düşdü, elə bil hər şey bir-birinə qarışdı. Otağa girdik falan, çəkə bilmədim də. Onu çəkmək lazımdır. Hal-hazırda görünüşüm belədir. Bura fikir verməyin, hazırlaşmağa görə dağıldı. Belə görsənirəm. Şimdi mən sizə otel haqqında təəssüratlarımı bölüşmək istəyirəm. İstədiyim bir belə danışım. Deməli, otel bu arada işıq niyə yoxdur? Otel bu arada qəşəng oteldir. Bilmirəm yemək olaraq necədir, restoranına falan hələ getməmişik. Amma hovuz qəşəngdir, hovuz kənarda qəşəngdir. Otaq da yəni idealdır da, pis deyil. Arxada özümü görürəm. Nəysə, saçım falan nə gündədir, onlara fikir verməyin. İndi gedəcəyik. Gedəcəm təzədən hovuz qırağına. Üstümü dəyişdirmək istədim, bu qədər. Onu da yəni prosto dəyişdirmək istədim. Və məncə bu arada 2 gün qalmayacağıq. Çünki burada biz rezervi bir gün eləmişik. İkinci günə otağa yer yoxdur. Yəni bilmirəm, bir şəkildə yer tapa bilsə 2 gün qalacaq. Tapa bilməsə elə bu gün qalacaq. Sabah tezdən gedəcəm. Ona görə indi hazırlaşdım falan. Gedirəm dəniz hovuz qırağı. Toz pembe hislerle kafayı bozdum sen o düşlerle. Koz bende acele etme, yasak aşkın emin ellerde. Çəkə bilmədim, otaqdan çıxdım, gəldim buradayam hovuz. Çəkə bilmədim, indi otaqdan çıxdım, gəldim hovuzda. Güneşlənirəm hal-hazırda. Çox qəşəngdir, yəni hər şey çox qəşəngdir. Çok beğendim buranı.
Su saçma fikir vermeyin. Su düşündüğümden çok daha soğuk olduğu için suya girmək fikrindən yani getdim istəmirəm suya özdə girəsi Gedim otağa yani daha doğrusu girdim biraz üzdüm falan ama yani o kadar soğuktu ki çok üze bilməmdi. Biraz üzdüm. İndi halıma baxmayın gedirəm əlimi falan dəyişməyim. Gedirəm indi otağa bir üstüm başımı səlqəyə salım. Sonra zaten geyindim belə oldum. Məncə bu arada qəşəngdim. İndi makyaj eləyəcəm. Ya makyaj dediyim bazı şeylər eləyəcəm. Sonra gedəcəyik. Hal-hazırda üzüm və kipriklərim deyəsən tökülmək üzrədir. Taxma kipriyi takmışdım. İndi anlık vuracağım. Sevdik, sevdalandık, gördüğünle bağlandık. Deməli, bu arada otel bayağı qəşəng bir oteldir. Restoranını bilmirəm necə olar, nə olar, amma belə yəni qəşəngini bəyəndim. Və mən belə bir şeyə inanıram. Tətildə makyaj eləmək məncə çox mənasız bir şeydir. Zaten həm qaralırsan, həm yəni hovuza falan girirsən, niyə də abartı makyaj eləyəsən də, belə anlıq falan vurmaq okeydir. Sonra gözümə ten vurmaq istəyirdim. Çünki niyə olmasın? Arxada səslər gəlir, mən bilən gəlməyir, amma ki yəni eşidirsinizsə də ailə fəndlərim orada danışırlar. Sonra tuş vurmağı düşünmürəm. Və parfüm. Okey. Gedək. İndi. Və son olaraq həyatımın mənası, hər şeyim olan aşkimi, yəni bu ay hələ də saçlarım yaşdı. Saçımı bu arada qurulamayacağım. Yəni niyə, nə gərək var? Onsuz da həyətdə düşdü restorana getmirik. Ona görə rahatam. Bu şəkildə görsənirəm. İndi gedir restorana, restorandan da nə qədər şeylər falan çəkməyə çalışacağım sizə. İnşallah ki, qəşəng qarşılanar, qəşəng olar. Restoranı da bəyənək. Bura çox qəşəng vibe verir bu yaşıllıqlar. Özümə relax bir tane yer tapdım belə. Çox vibe'lı. Açmadı ki. Aça bilmədim də ver açma. Ne oldu karta? 106'nın da onda var. Gel. 2 tane otaq götürmüşük biz. 106. Restoranı bəyənmədik. Yəni mən bəyənmədim açığı. Səhər yeməyi üçün idealdır, amma belə yəni axşam üçün daha lüks bir yerə getmək istəyirəm. Ona görə başqa bir yer eləyərəm. İndi də zaten yəni atışdırmalıq bir şeylər alıb onları atışdırsam aclığım gedəcəkmiş kimi hiss eləyib. Qardaşımla bir yerdə gəldik otelə. Çünki mən yemək yeməyi istəmədim. Yəni interyeri nə bilim bir şey tap da interyeri bəyənmədiyim üçün orada oturmaq istəmədim. Gəldim otağa. Anamla atam oradadılar. İndi onlar da gəlsinlər falan. Mən atışdırmalıq bir şeyler alacağım. Mən atışdırmalıq bir şeyler alacağım. Burada ses çok gəlmir. Nescafe vereceğim.
Ama öğrendim. Öğrendim. Başka çok fazla. Zamanı böyle çıkmak. Her gün çıkmak. Bana soğuk oldu. Hazırlıyor. Sonra soğuk. Biraz işim var. Telefonda olan falan göreceğim. Sonra işimi tekrar görüyorum. Yüzümü istiyorum şu an. Üçüncü defa değil kofe içirəm. Ne oldu onun? Üçüncü defa değil kofe içirəm. Kofem hazırdı. İndi onu içəcəyik. Çünki yəni hovuz sonrası isti şey içmək istədim. Şamaxı da mən bildiyim üzrə əslində isti bir yerdir. Yəni yayda isti olur da, amma axşamlar soyuq olur deyilənə görə. Məncə də bu arada yəni soyuqdur. Həqiqətən hava Bu cücə baxarıq. Şöyle soyuq. Biraz gəzəndən sonra saçım nə gündür. Biraz gəzəndən sonra yəqin otağa gedərik. Çünki yorulduq, yəni bu gün yorucu bir gün oldu. Həm yol, həm hovuz, yəni yorucu. Yəni mən şəxsən çox yorulmuşam. Hal-hazırda otağa gəldim. Çünki həqiqətən də burada yəni gecələr soyuq olurmuş. Çox soyuqdur. Və yəni gecə də saat 9 falandır. Bağlaya bilmədim. Mənim ən sevdiyim şeylərdən birisi də mənim haqqımda sizə yenə bir bilgi. Şortun, yubqanın, ətəyin falan üstündən, yəni yayda geyinilən hırkalar. Yəni belə jaketlər. Aha, bağladım. Çox qəşəng olur da, belə vibe'lı bir şəkildə. İndi tripodum düşdü. İndi yəni nə edirik? Gedirik çölə. Baxın, belə göstərirəm raket. Altıma belə ayaqqabılarımı salmayacaq. Bu şəkildə. Bu belə. İndi saçımı falan darayacağım. Sonra düşəcəm çölə. İşıq söndürüm. Çöldə gedək vibe'lı şəkillər çəkdirək. Şəkil çəkdirək deyəndə, yəni günümüz xoş keçsin. İndi nə yeyəcəkdim? AirPods'larımı götürüm. Bir də susadınız, su içim. Siz hara qoymuşuq? Yəni rahat görə biləsiniz. Burada oturun. Aça bilsəm. Sularından içelim. Oy. İhtiyacım var idi. Okey. Otaqdan çıxırıq. AirPods'umuzu götürək və otaqdan çıxaq. Bu arada bizim otaq, 2 dənə otaq. Sabah əgər ya sabah qalacaq ya qalmayacaq. Əgər qalsaq, heç ikinci gündə qalmasaq, ikinci vlogun başlarında sizə otağı göstərəcəm. Yəni otaq turu da eləyəcəyik. Mən AirPods'umu tapa bilmədim. Ona görə istifadə edirəm artıq. Gedirəm həyətə. Həyətə deyəndə həyət. Söyle. Tapdım. Burada. Все, getdik. Çıxırıq indi çöl. Geldik. Ay, buranın ışıqlar yanmıyor da şey oldu belə. Çox şirin görsənir. Yəni tam belə yay vibe'ı. Burada da çox vibe'lı bir hovuz var. Bulutlar da çox qəşəng. Keş dodağıma nəsə vursa. Çok qara oldum. Çox solğun dururam. Çox çimdin. Mən qarala bilmirəm.
Niyəsə onu da bilmirəm. Çünki çimmirsən. 5 Çimmək dəqiqə çimdin çıxdın. təkcə çiməndə qaralmırlar Dostum ki, 5 dəqiqə çimdin sonra çıxdı. Günəşləndim mən o qədər çox, amma qaralmadım. Mən saat 12-dən getdim. Saat 5-in yarısı çıxdım. 5 Aa. saat. Fatih isə 20 dəqiqə 30 dəqiqə. 12-də biz hələ Bakıdaydıq. Saat 2-də girdik. 12-də də başda olduq. 9-da çıxdıq evdən. Biz otelə saat 2-də girmişik, amin. Yox, 1-2-də girmişik. Mən biz otelə 2-də girməmişik. 2-də girmişik 5-də. 3 saat mən içmişəm. Mən Sən də neçə dəqiqə? 1 saat. Və 1 saat olmaz heç. 40 dəqiqə. Toplayanda hədə 40 dəqiqə. Əsl odur ki, çimdim də, sabahdan inşallah. Ay, bu fırlatmaq istəyirəm. O şey var ya, Məkan çox vibe'lı deyə. Tam Şey belə var ya Fatih, o uzun şey. axşam, yaz axşamları. Çox sevirəm. Bu şey gedirəm. Bilmirəm səsim gəlmir. Gedirəm otağa, vlogu burada bağlayıram. Özünüzə yaxşı baxın. Soyuqdur. Yəni Şamaxıya gələndə əynimizə qalın şeylər geyinin. Gedirəm otağa. Sonra sabah inşallah ikinci günü çəkəcəm.